Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib. APA xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan AXÇP sədri Əli Kərimli barəsində Səbail rayon məhkəməsinə təqdimata baxılıb. Məhkəmə onun barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib. Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə ittiham irəli sürülüb. Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahim barələrində aparılan araşdırma çərçivəsində Dövlət Təhlükəsizlik Xidmətində dindiriliblər. Onların evində axtarış aparıldıqdan sonra onlar Dövlət Təhlükəsizlik Xidmətinə aparılıblar. Məlumata görə, Əli Kərimlinin və Məmməd İbrahimin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin Dövlət Təhlükəsizlik Xidmətində istintaq olunan cinayət işi ilə əlaqədardır. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 Dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, 274 Dövlətə xəyanət və 193-1.3.2 cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunur.